Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Arıqlamaq üçün yeməyinə diqqət et, idmana get. Mən artıq idman etmirəm. İç orqanlarını yaşlandırır. Bədən şəkilləndirməyə ehtiyac yoxdur. Özünüzü öldürməyin. Bu sözlərə Barış Xoşqədəm Midət qızı sosial şəbəkədə canlı yayımda deyib. O bildirib ki, bir çoxları çəki atmaq üçün iynə vurur. Bu isə sağlamlığa ziyandır. İynə çox yararsızdır. Bugün tanıdıqlarım, hətta məşhurlar içində onu edən var. Onlara yazığım gəlir. O iynə onların axırına çıxacaq. Göbəkdən vururlar. Fatih Ürək də hazırda komadadır iynəyə görə. Qorxmaz Əlili ilə danışmıram, amma oğlum Məhəmməd Əlili ilə dostam. Məclisi olsa da gedərəm. Qorxmazı görsəm gedim salam da vermişəm. Xəbər verilir ki, bu sözləri müğənni İzzət Bağırov rəngarəng verilişində deyib. Sənətçi bildirib ki, əməkdar artist Qorxmaz Əlili ilə illərdir danışmır. Məclislərdə bir-birimizi görmüşük, amma heç vaxt görüşməmişik. Sadəcə uzaqdan baxışmışıq.